1990-cı ildə törədilən 20 yanvar faciəsindən 36 il ötür. Azərbaycan ümumi təhsil müəssisələrində də hər il olduğu kimi bu ildə bu hadisə ilə bağlı silsilə tədbirlər təşkil olunur. Eyni zamanda şagirdlərə məlumatlar verilir. Biz hazırda 167 nömrəli tam orta məktəbin qarşısında dayanmışıq və arxamda gördüyünüz bu büst 20 yanvar şəhidi İlqar İbrahimovun büstüdür. İlqar İbrahimov da 20 yanvarda şəhid olanlar sırasındadır və məktəb də məhz onun adını daşıyır. Bir faciə yaşandı, candan can ayrıldı, qan töküldü, can alındı. 20 yanvar gecəsi. Müqəddəsdir o qaradaş, müstəqillik istiqlaldır. Əli yalın gedən savaş özgürlüyə çığır saldı. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə biz bilirik ki, Sovet ordusu Bakıya hücumu nəticəsində bir çox həmvətənlərimiz qətlə yetirilmişdi. Onlar ilk olaraq enerji blokunu partladaraq televiziyaları qapatdırmışdılar. 20 yanvar şəhidlərindən kimlər tanıyır? İlqar İbrahimovu, Larisa Məmmədovu, İlham və Fərizəni, Ülvi Bünyadzadəni tanıyıram. Bunlar 1990-cı ildə 20 yanvar mübarizəsində qəhrəmancasına şəhid olmuşdular. Bu bizim hər məktəbimiz hər dəfə bu 20 yanvarla bağlı foyedə şəkillərimizi sərgiləyirlər. Həm də ki, bunu unutmaq olmur da, yəni biz bunu yad eləməliyik. Sönməz məşəldir 20 yanvarda olan şəhidlərimizi yad eləmək üçün abidədir. Burada qərənfillərdir. Burada Azərbaycan Respublikasının bayrağıdır. 20 yanvar faciəsi yalnız tarix kitablarında qalan bir hadisə deyil. Hər bir Azərbaycanlının qəlbində yaşayan ağrılı və şərəfli bir xatirədir. Bizi azadlığımızı bəxş edənlər arasında isə yalnız kişilər, qadınlar, yaşlı nəslin nümayəndəsi yox, həm də gəncliyinin baharında olanlar və məktəb yaşlı uşaqlar da var idi. Bu faciənin mənasını məktəblərə aşılamaq, onların yaddaşında şəhidlərin qəhrəmanlığını yaşatmaq üçün müxtəlif tədbirlər təşkil olunur. Bugün isə şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda can verdiyi torpaqlar artıq azaddır. Azərbaycan bayrağı bu torpaqlarda vüqarla dalğalanır. Müstəqil və güclü dövlətimizin rəmzi kimi qürurla yüksəlir. 20 yanvar faciəsi həm hüzn, həm də qürur tarixidir və bu tarix nəsildən nəslə ötürülərək milli yaddaşımızda əbədi yaşayacaq.